Salam, bugün cəmiyyətdə uğurlu kişi olmaq barədə bilirsiniz də çox fərqli fikirlər var. Bəs görəsən bir insanın əsl dəyəri nəyi ilə ölçülür əslində? Bu sual çox vacibdir. Bugün məhz sizinlə paylaşdığınız mənbələrə baxacaq və bu, necə deyərlər, yüksək dəyərli kişi anlayışının orada necə təqdim olunduğunu biraz dərinləməsini araşdıracaq. Salam. Bəli, çox maraqlı mövzudur. Bugünkü mənbələr kişinin dəyərini təyin edən amillərə fokuslanır və vurğulayırlar ki, bu təkcə, məsələn, maddi durum deyil. Yəni, daha çox xarakterlə bağlıdır. Bəli, xarakter, həyata baxış, özünü inkişaf etdirmə kimi şeylər. Bizim də məqsədimiz bugün bu fikirləri sizin üçün aydınlaşdırmaqdır. Super. Elə isə başlayaq. Mənbələrdə bu yüksək dəyərli kişi necə təsvir edilir? Deyilir ki, bu həm qadınların birlikdə olmaq istədiyi, Həm də kişilərin hörmət etdiyi biri. aha, həm də kişilərin hörmət etdiyi, örnək götürdüyü bir şəxsdir. Amma mənbə deyir ki, bu mütləq müəyyən bir davranış tərzi, yəni sırf dominant və ya sırf uyğunlaşan olmaq deyil, daha geniş bir anlayışdır deyəsən. Tamamilə doğrudur. Mənbə onu vurğulayır ki, bəzən cəmiyyətdə beta kimi qəbul edilən, daha yumşaq xüsusiyyətləri olan insanlar əslində çox böyük uğurlar qazana bilir. Maraqlıdır. Əksinə, bəziləri xaricdən çox alfa kimi görünsə də, həyat potensialını tam reallaşdırmamış ola bilər, yəni dəyər belə deyək sadəcə bir qəlbə sığmır. Deməli, əsas məsələ bir çox sahədə, yəni xarakter, peşə, sosial çevrə, maliyyə, sağlamlıq kimi sahələrdə. Bəli, optimal bir tarazlıq əldə etməkdir. Məhz bu tarazlıqda əsas olan. Mübahisəli görünə biləcək bir mövzuya keçir. Kişi və qadınların dəyər anlayışları arasındakı fərqlər. Mətnlərdə iddia olunur ki, bioloji və sosial fərqlər var deyə. Dəyər kriteriyaları da fərqlidir. Bəli, kriteriyalar da fərqlidir. Hətta qəbristanlıq müşahidəsi kimi bir detal da verilir, yəni qadınların daha uzun ömür sürməsi. Bəli, bunu fərqli bioloji quruluşa işarə kimi göstərirlər. Mənbəyə görə cəmiyyət bəzən qadınları kişi kimi, kişiləri isə daha çox qadınlara xas hesab edilən davranışlara təşviq edir. Amma iddia edirlər ki, bu təbii axına ziddir. Yəni mənbənin mövqeyi budur ki, kişini yüksək dəyərli edən amillər başqa, qadını yüksək dəyərli edən amillər başqadır. Tam olaraq. Vurğulanır ki, bu ikisi fərqlidir. Təbii ki, biz burada sadəcə mənbədə təqdim olunan fikirləri çatdırırıq, öz mövqeyimizi bildirmirik. Anladım. Yaxşı, bu fərqlilikləri və ümumi dəyər anlayışını bildik. Bəs mənbələr bu yüksək dəyərə çatmaq üçün konkret nə təklif edir? Məsələn, zaman idarə etməsi çox vurğulanır deyəsən. Bəli, zaman idarə etməsi açar məqamlardan biridir. Əsas fikir budur, zaman geri qaytarılmayan ən dəyərli resursdur. Onu şuurlu şəkildə idarə etmək lazımdır. Necə yəni şuurlu? Yəni, özünə daim sual vermək. Hazırda etdiyim iş məni məqsədlərimə yaxınlaşdırır, yoxsa ləngidir? Mənbə xəbərdarlıq edir ki, məsələn, sosial mediada çox vaxt keçirmək və ya qadınların diqqətini cəlb etmək üçün həddindən artıq vaxt sərf etmək, bunlar əsas zaman itkiləridir. Başa düşdüm. Özünə fokuslanmaq, nəticədə ailənə və cəmiyyətə daha çox töhfə vermək kimi təqdim olunur. Bir də maraqlı bir tövsiyə var. Həyatınıza zaman qatan, işlərinizi asanlaşdıran insanları, xüsusilə qadınları daxil etmək. Zamanınızı oğurlayanlardansa uzaq durmaq. Zamanla yanaşı rəqabət anlayışına da toxunulur. Müsbət və mənfi rəqabət. Bu nə deməkdir? Hə, bu da önəmlidir. Mənbəyə görə mənfi rəqabət, yəni başqalarını aşağı çəkmək, onların uğursuzluğuna sevinməkdir. Bu, əslində heç kimi irəli aparmır. Bəs müsbət rəqabət? Müsbət rəqabət isə özünü və hətta başqalarını daha yaxşı olmağa təşviq etməkdir. Motivasiya mənbəyidir. Mənbə vurğulayır ki, əsl inkişaf başqalarını geridə qoymaqla deyil. Öz potensialını aşmaqla. Bəli, öz potensialını aşaraq və hətta rəqiblərlə sağlam şəkildə yarışaraq əldə edilir. Başqalarının uğuruna mane olmaq əvəzinə mən necə daha yaxşı ola bilərəm sualına fokuslanmaq lazımdır. Deməli, belə bir nəticəyə gəlirik ki, bugün baxdığımız mənbələrə görə yüksək dəyərli kişi olmaq qısa müddətdə əldə edilən bir şey deyil.
Bu, uzun müddətli, balanslı bir özünü inkişaf səyahətidir. Bəli, təkcə xarici uğurlar, yəni pul, vəzifə deyil. Həm də daxili xarakter möhkəmliyi, zamanı düzgün dəyərləndirmə, həyata sağlam baxış, bütün bunlar vacibdir. Yeri gəlmişkən, əgər bu müzakirəmizi YouTube-da izləyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Bu bizim üçün həqiqətən böyük dəstəkdir. Və sonda dinləyicilərimiz üçün kiçik bir düşüncə tapşırığı. Sizcə, müasir dünyada bir insanın həqiqi dəyərini ən çox nə müəyyən edir? Və daha da önəmlisi, siz öz zamanınızı bu dəyəri artırmaq üçün konkret olaraq necə istifadə edirsiniz? Bu dərin müzakirələri, bu məzmunu hazırlamağımıza dəstək olmaq istəyirsinizsə, çox sadə bir yol var. Aşağıdakı linkdən keçid edərək bizə virtual bir qəhvə ismarlaya bilərsiniz. Dəstəyiniz üçün əvvəlcədən təşəkkürlər. Dinlədiyiniz üçün çox sağ olun.